Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain emme ba'd. Əziz və dəyərli qardaşlar, Allah'tan istirik ki, Allah Teala meclisimize bereket versin ve hayırlı meclislerden etsin ve kıyamet günü lehimize hüccet olsun. Bildiğiniz gibi yani müminin yani emellerin qalması, emellerin səhi olması, yani her bir müminin hedefidir. Her bir Müslümanın hedefidir ki onun emellerin yani savabı qalsın, silinmesin. Ve her bir Müslüman da bunun üzerinde işlemelidir ki emelleri hiç olmasın, hiçe gitmesin. Çünkü emellerin səhi olması yani her bir Müslümanın yani diye ki düşüncesi olmalıdır, hedefi olmalıdır, məqsədi olmalıdır. Çünkü kıyamet günü birçok insanlar zannedecekler ki büyük emelleri var, çoklu emelleri var. Ama mizana geldikte ve soru suala geldikte yani beyan olunacak ki emelleri hiçti yani sıra yani etibarlı değil, emeller sayılmaz hükmündedir. Yani emellerin Allah katında değeri, kıymeti yoktur. Yani bu şey bizi maraqlandırmalıdır. Her bir Müslümanın marağında olmalıdır ki onun ettiği emelin doğru olması, düzgün olması ve sonra o emeli koruyup saklamak. Emeli koruyup saklamak herkesin düşüncesi, herkesin hedefi olmalıdır. Herkesin marağında olmalıdır. Çünkü Allah Teala Kur'an-ı Kerim'de bizlere bildirir ki وَقَدِمْنَا اِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا. İki biz onların emellerine yönelerik ve kıyamet günü ve sonra biz onu toz halına salarız. Sorulmuş toz halına salarız. Yani hiç ederik o emeller. Sebep nedir? Niye insanın yani burada gösterilen odur ki ayetten başa düşülen odur ki İnsan emel edecek, emelle gelecek Rabbinin huzuruna. Lakin emeller hiçe çevrilecek, toza çevrilecek. Değersiz, kıymetsiz olacak. Terazide değeri olmayacak, terazide onun kıymeti olmayacak. Sebep nedir? Emellerimizin yani sıradan çıkaran, emellerimizi pozan adımlarımızın atmağına göre. Veyahut da emelleri sıradan çıkaran emeller ettiğimize göre. Ona göre her bir Müslüman emel ettikte emeli etmeyle beraber onun korunmasını, onun kalmasının, onun səhi olması için yani çaba gösterse, yani fikirləşməli, düşünməlidir. Yani marağında olmalıdır ki emelim kıyamet günü mənə fayda versin. Sadece emel ettim bu yeterli değil. Hayır iş gördüm bu yeterli değil. İbadet ettim bu yeterli değil. Onun korunması, onun səhi olması ve onun korunması daha önemli olmalı bizim için. Ve buna göre de Allah Teala diyor ki: "Ve kadimna ila ma amilu min amelin fecealnahu haba'en mansura." Biz onların emellerine yöneleceğiz ve kıyamet günü ve onu biz sovrulmuş toz haline salacağız. Hiç ne diyeceğiz? Değer kıymeti olmayacak emelin. Ve sonra Peygamberimiz sallallahu aleyhi ve sellem bizlere bildirir ki: "Ahvaf ma akhafu aleykum şirk esgar." Diyor ki en çok sizlerden korktuğum şey küçük şirktir. Ve sonra diyor sahabeler soruşurlar ya Resulullah. Küçük şirk nedir? Diyor ki riya etmek, riyakarlık. Ve o yani bu hadis de onu gösterir ki ve Peygamberimiz sallallahu aleyhi ve sellem'in sözü ki ben daha çok korktuğum yani günah küçük şirktir. Ve bu onu gösterir ki bu hadis insan yani ibadet eder, emel eder, hayır işler görer ama ki hiçe çevirirler. Kıyamet günü onun terazide onun değeri kıymeti olmaz. Ve bu sebepten mevzumuzun da yani en temeli yani bu ayetin üzerindedir. Biraz önce okuduğum ayet ve Peygamberimiz sallallahu aleyhi ve sellem bu hadisi. Bunlar hamısı gösterir ki yani Adem oğlunun yani Müslümanın ettiği emellerin
yani sahibine fayda verecek de olabilir, veren de olabilir, fayda vermeyen de olacak. Fayda veren odur ki onun hansı hallarda fayda vereceği, hansı hallarda o əməlin dəyər qiyməti olacaq, onu zikr edəcək. Və hansı hallarda da əməl heçə çevriləcək. Baxmayaraq gecə gündüz ibadət etmiş ola bilər insan, illər boyu ibadət etmiş ola bilər, amma Allah qatında o əməlin dəyəri qiyməti olmayacaq. Və bu, yəni bu belə deyək də, bu hər kəsi düşündürməlidir. İnsan yəni etdiyi ibadəti etmədən öncə, yəni doğru edirəmmi, düzgün edirəmmi, Allah üçün edirəmmi, Allah rızası üçün edirəmmi, yəni ona diqqət eləmə. Yəni baxın, bir məscidə görürsən, bir cərgədə yüzlərlə insan dayanır. Yəni hamı eyni savabı mı qazanır? Xeyr. Hamı qazanırmı? O da sual altındadır. Çünki kimisi Allah üçün gəlir, kimisi adət halına salıb gəlir məscidə, kimisi görük üçün gəlir. Hər şey baş verə bilir yəni. Hər bir şey baş verə bilər insandan. Yəni çünki bu, yəni hər kəsin qəlbində yəni o göstərmək, onun tərif olunmasını istəmək hər kəsdə var. Və ona görə insan müsəlman etdiyi əməlin yəni belə dəyərləndirməlidir ki, Allah qatında o əməlin dəyəri olsun. O əməl sahibinə qiyamət gün fayda versin. Hər bir müsəlmanın hədəfi, düşüncəsi bu olmalıdır. Əməl sahibinə fayda versin. Əməlin də sahibinə fayda verməsi üçün əməlin doğru olması mütləqdir. Yəni Allah üçün olması və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin gətirdiyi formada, dediyi formada, etdiyi formada edilərsə, o zaman əməl sahibinə fayda verəcək. Əgər əməl, yəni bəzən günahlar var ki, bütünlüklə insanın əməlini silib aparır. İllər boyu etdiyin ibadətlər bir anda silinə bilər. Yəni bu neyin səbəbi, neyin sayəsində? Ən böyük günah olan şirkin sayəsində. Bütünlüklə silinə bilər. Amma elə də günahlar var ki, insanın əməlinin, yəni hansı əməldə o günaha yol veribsə, o əməli silib aparır. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyəndə ki, mənim ən çox qorxduğum nədir? Kiçik şirk. Çünki böyük şirkin yəni edilməsi başqadır. Onun şirk olduğunu bilməsi asandır, rahatdır. Amma kiçik şirk isə yəni insanın qəlbinə düşən bir şeydir. Və insan onu sıradan çıxarması, onun müdafiə, ondan özünü qoruması çox çətindir bir müsəlman üçün. İnsan görürsən, aylar öncə etdiyi ibadəti, aylar öncə etdiyi yaxşılığı bugün, yəni bir saat, bir saniyenin içində, bir dəqiqənin içində heç edə bilər. Baxmayaraq aylar öncə edib. Və ona görə hər bir müsəlmanın hədəfi, məqsədi nə olmalıdır? Etdiyin ibadəti qorumaq düşüncəsi olmalıdır. Necə ki, dünya malını, yəni bizdən birimiz gecə gündüz işləyib qazandığımız pul, paranı hara gəldi qoyuruq mu? 50 dənə yer axtarırıq ki, harada daha yəni belə deyə sağlam qala bilər, heç kim dəyməz, heç kim görməz, götürməz. Hətta bəzilərimiz yəni seyf alıb seyfə qoyur. Niyə? Çünki onu itməsin, sıra, yəni deyək ki, insan kiminsə əlinə keçməsin və müsəlmanın da etdiyi ibadətlər yəni onun yəni dünyada qazandığı mal, dövlətdən də üstün olmalıdır. Qorunması daha üstün olmalıdır. Daha çox ona fikir verməlidir, önəm verməlidir. Əməl etməyə qardaşlar rahatdır, asandır. Yəni görürsən ki, hər kəs əməl edir, qocasından cavanına kimi. Amma önəmli olan əməli qorumaqdır. Və bu ayət də bizə onu göstərir ki, Allah-u Teala, yəni qiyamət günü belə insanlar gələcək, əməllər heçə çevriləcək, yəni heç olacaq. Deməli, bu ayət bizi nəyə çağırır? Diqqətli olmağa. Əməllərimizin üzərində diqqətli olmağa çağırır. Az əməl et, amma doğru düzgün et. Yəni insan az etsin, amma düzgün etsin. Çox edib, yəni müxalif olmaqdansa, çox edib düzgün olmayan əməli etməkdənsə, az edib onu qorumaq hər bir müsəlmanın hədəfi olmalıdır. Və
El-amel la yaqbalullah illa bi şartayn. Biz bilirik ki insanın yani Müslümanın əməllərinin qəbul olması üçün daim zikr edirik ki, iki şərt var. İxlas, Allah üçün olması. Yani biz bunu tekrar eşitirik ha kardeşler. Belki de her derste bunu kimse yani bütün kardeşler danışır. Əməllərin qəbul olması üçün iki şərt var. İxlas. Ha, hər kəs də deyir, hə, ixlasdır və tabiçilikdir. Ama önemli olan ona diqqət eləməkdir. İxlas deyib keçmək rahat, asan. Ama o ixlası kazanabilirimi orası önemlidir. O ixlası elde saxlayabilirimi orası önemlidir. Yani ha ixlas da əməli yani qəbul olması üçün lazım olan şərtlərdən biri nədir? İxlasdır. Allah üçün olması. Allah rızası üçün olması. Ama onu koruyuruq mu? Onu Allah için edirik mi? Orası önemlidir. Ve sonra Peygamberimiz sallallahu aleyhi ve sellemin ettiği kimi, dediği kimi, getirdiği kimi edilmesi əməlin qəbul olma şərtlərindən biridir. Çünkü Peygamber Allah Teala Kur'an-ı Kerim'de diyor ki: "Femen kana yercu liqa'a rabbih fely'amel amelen salihan ve la yushrik bi ibadeti rabbih ahada." Kim Allah'la görüşeceğine yani ümid edirsə, inanırsa ne eylesin? Salih əməl işləsin ve Allah'a hiç neyi şərik koşmasın. Yani salih əməl bu tabiçiliktir yani. Ve hiç neye ona şərik koşmasın, bu ixlasdır. Ve əməlin de əməl Allah katında o vaxtı salih sayılır. Eğer kitap ve sünneye doğru olarsa, uygun olarsa, tabi olarsa. Yani əməl salih adını almak için mütləq kitap ve sünneye tabi olmalı. Allah katında bir əməlin salih olması Kur'an'a ve Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnesine tabi olarsa o zaman əməl salih olur. Əks halda əməl salih olabilmez. Hatta yani hoş görünen bir əməl etsen de belə. Əməlin salih olması mütləqdir yani. Əməl o vaxtı salih olur ki kitap ve sünneye tabi olur. Ve sonra Allah Teala ayetin sonunda diyor ki وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ yani Rabbinize ibadet ederken hiç neyi şerik koşmayın. Bu ihlas. Yani ihlas önemlidir kardeşler. Mütləqdir ki ibadetimizin doğru olması için. Bu da tekrar olduğu için yani bize adiləşməsin. Sıradan bir şey kimi gelmesin. İnsan evden çöle addım attığı ilk önce düşünməlidir ne üçün çıxıram. Məscidə gedirəm ne üçün? Dərsə gedirəm ne üçün? Kur'an oxuyuram ne üçün? Sədəqə verirəm ne üçün? Yani bunu düşünməlidir. Ama yani her hansı bir dünya menfaati için olarsa bu qəbul olmazdı. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem diyor ki innemel a'mal bin niyet. Bütün əməllər neye bağlıdır? Niyete bağlı. Kim Allah için niyet edecekse mükafatını alacak. Kim dünya için edecekse dünya mükafatını alacak. Ona göre yani ihlas meselesi kardeşler mütləqdir ve tabiçilik de dedi ki əməllərin qəbul olması için ikinci şərtdir. Sonra sual verilir keyfe nuhafiz ala a'malina. Deyir ki sonra əməllərimizi necə qoruya bilərik? Etdiyimiz xeyir əməlləri nətər qoruya bilərik? Təshihin niyyə qabləl əməl. Əməl etmədən önce niyetimizin səhih olması. Buna diqqət eləmək lazım. Buna diqqət eləmək lazım. Çünkü alimlerden böyle bir deyim var. Deyir ki gafil insanların ibadetleri adet olur. Gafil insanlara. Gafiller kimlerdi? Niyetlerine önem vermeyenler. Onların ibadetleri adet olur. Ama alim insanların ise niyetlerine önem veren insanların ibadetleri, adetleri ise ibadet olur. Yani insan niyetine önem verirse, daima niyetin üzerinde çalışırsa, ki onların adeti böyle ibadete çevrilebilir. Yani yatmak ne sayılır? Adet sayılır. Allah için yatarsa ki ben sabah namazına duracağım veyahut da gece namazına bu ibadete çevrilir. Allah için yiyip içerse ibadete çevrilir. Normal, ama aslında normalde bu şeyler ne diyor? Adet sayılır. Ona göre alimler diyor ki gafillerin ibadetleri adet ama alimlerin adetleri ise ibadet sayılır. Birinciden dediği teshihin niyet kablen. Emel etmeden önce niyetimizin sahih olması için
düşünmək, fikirləşmək. Sonra mücahidetün nefs alel ihlas. Daima nəfsimizi ixlas üzərində çalışdırmaq. İxlas üzərində nəfsimizi çalışdırmaq. Sonra ixfal amel salih. Salih əməllərimizi gizlətmək. Bunlar hamısı əməlimizin qorunması üçün səbəblərdir. Salih əməllərimizi nə etmək? Gizlətmək. Və digər əməllərimizi qorumaq üçün də digər səbəb çoxlu dua etmək. Çoxlu dua etmək. Yəni əməllərimizin qəbul olması üçün, əməllərimizin səhih olması üçün. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə bir dua edərdi. Allahumma inni a'udhu bika an ushrika bika və ana a'lamu. Allahım sənə sığınıram. Bildiyim halda sənə şirk qoşmaqdan sənə sığınıram və bilmədiyim halda etdiyim günahlardan yəni səndən bağışlanma istəyirəm. Yəni bu müsəlmanın duası olmalı daima. Və sonra deyir ki, yəni qaydalardan bu ayət, hansı ki dərsimizin başlığında ayəti zikr elədim və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisi, bunlardan götürülən qaydalardan belə bir qayda var. Deyir ki, əl-əməl la tuqbal illə ma'a sihhatil aqidə və iman. Deyir ki, əməllər əqidəmiz, imanımız səhih olmazsa qəbul olunmaz. Əməllərimizin səhih olması üçün əqidəmizin səhih olması, imanımızın səhih olması lazımdır. Əqidənin səhih olması ixlasdır. İmanımızın səhih olması ixlasdır. Yəni səmimiyyət, Allah üçün olunması. Və sonra deyir ki, fəl-kafir məhmə kəfrət əməlu. Deyir ki, kafir nə qədər çox əməl etsə də belə, çünki sahibinə fayda verməyəcək. Niyə? Çünki imanı yoxdur. Kafirin imanı olmadığı üçün. Yer, göy, yəni içərisində xeyir əməllər etsə belə, ondan qəbul olmayacaq. Çünki ona mane olan şey var. Nədir? İmanın olmaması. Və eynən də müsəlmanın da hər hansı bir əməldə ixlasın olmaması əməlin qəbul olmasına mane olur. Və digər qayda odur ki, ayətdən götürən əl-ibra bi qubul əməllə bi kəsratihi. Deyir ki, ibrət olan, yəni nəticə odur ki, əməllərimizin yəni qayəsi, nəticəsi, məqsədi odur ki, əməllərimizin qəbul olması önəmlidir. Çox əməl etmək yox. Çox əməl önəmli deyil. Az edib qəbul olunacaq əməldir. Fəqad təkun əməli kəthira. Deyir ki, bəzən ola bilər ki, əməllər çox olar. Çox əməl etmiş olarsan, thumma təkun həbəən mənthura. Sonra isə sovrulmuş toza bənzəyər etdiyin əməllər. Neyin sayəsində? Günahların sayəsində. Yadda saxlayın, böyük şirk bütünlüklə əmələ aparır. Kiçik şirk isə hansı əməldə kiçik şirkə yol vermirsənsə, o əməli silib aparır. O əməldən savab qazana bilməzsən. Yadda saxlayın bir də qardaşlar, biz deyəndə kiçik şirk, o onun kiçik günah olduğunu yəni anlamına gəlmir. Kiçik şirk ad olaraq böyüyə nisbətdə kiçikdir. Amma Allah dərgahında böyük günah sayılır o. Yəni riya böyük günahlardandır. Sadəcə böyük şirkin müqayisə etdikdə kiçik şirk onları bir-birlərindən ayırmaq üçün yəni belə zikr olunur. Amma kiçik deyilməsi onun kiçik günah anlamına gəlmir. Böyük günahdır kiçik şirk. Yəni riya etməyə kiçik şirk böyük günah sayılır. Sadəcə böyük şirklə kiçik şirkin arasında fərq nədir? Böyük şirk bütün əməlləri silib aparır. Kiçik şirk isə hansı əməldə varsa o əməli silib aparır. Və sonra deyir ki, fəsadul asl yaqtadi fəsadul fər'a. Yəni fəidə fəsadul aslu din, yəni insanın dininin əsasları doğru deyilsə və onun üzərində qurulan, yəni əsaslardan balaca edilən əməllər yəni doğru ola bilməz. Misal üçün, əgər insanın imanı yoxdursa, əqidəsi sağlam deyilsə, namaz ondan qəbul oluna bilməz. Çünki iman, əqidə birinci növbədədir. Yəni, la ilahe illallah doğru deyilsə, sənin etdiyin ibadət qəbul oluna bilməz. Sənin verdiyin sədaqə qəbul oluna bilməz. Sənin etdiyin hər hansı bir ibadət, yəni heç ola bilər, sayılmaz. Niyə? Çünki əsl yoxdur. Ona görə ibadətin əsli doğru olmazsa, ondan aşağı olan ibadətlər heç qəbul olunmaz. Və digər qayda odur ki,
El-havf min ihbatil a'mal. Min sifatil müminin. Müminlerin sıfatlarındandır ki əməllərin qəbul olmamasından qorxmaq. Mümin qorxmalıdır ki əməllər ondan qəbul olunmaz. Bu müminlerin sıfatından. Ama əməl edir, yəni neyində deyil də, yəni onun hiç düşünmür ki, yəni bu əməl məndən qəbul olar, olunmaz və yaxud da olmadığı, yəni qəbul olmasına mani olan, yəni bir səbəblər etdinmi, bir əməllər etdinmi, buna baxmaması, yəni bu müminin sifəti sayılmır. Müminin sifəti odur ki, yəni onu əməllərin qəbul olub olmaması onu narahat edir. Narahat olur ki, birdən əməl məndən qəbul olunmaz. Və narahat olan mümin ne edəcək? Doğru düzgün addım atmaya çalışacaq. Narahatçılıq varsa o zaman niyetine önem verecek. Narahatçılık varsa o zaman ibadetin doğruluğuna önem verecek. Eğer narahatçılık yoktursa, yani senin için maraqlı olmayacak. O zaman ne ter geldi? İbadet edeceksen. Necə ki bazı insanlar qəbul edəsi Allah'tır deyip necə geldi ibadet edirlər. Ama onun öğrenme şansı olduğu təqdirdə, daha doğru düzgün şekilde hayata geçirmek gücü olduğu təqdirdə, yani Allah qəbul edəsi Allah'tır demekle özünü yola verir. Aldadır. Yani bu şeyde dikkatli olmalı lazım. Mümin əməllərin qəbul olup olmaması hakkında narahat olmalıdır. وَلِذَلِكَ كَانَ السَّلَفْ يَخَافُونَ عَلَى أَعْمَالِهِمْ مِنَ الرِّيَا. Ve buna göre de ki selef riyadan daima ne arardılar? Korkardılar. Riyadan korkardılar. Həqiqətən də əməli korumak çətin şeydir kardeşler. Əməl etmək rahat. Herkes üçün. Ama onu korumak en çətinidir. Çünkü selefler riyadan korkarlar ve şirk ve bid'a. Riyadan, şirkten ve bid'etten korkardılar, çekinerdiler. Ve sonra deyir ki, hadis bu ayetten götürülen qaydalar da. Tevhid huve esasu kubul cemil amel. Tevhid bütün emellerin kabul olması için esasdır. Çünkü Allah Teala ayette deyende ki onların emelleri hiç olacak. Yani sebep neydi hiç olmanın sebebi? Əqidənin, ihlasın, tevhidin, imanın doğru olmamasıdır yani. O sebepten olardı. Ve ona göre de alimler bu ayetten bu qaydanı çıkartırlar ki tevhid əməllərin səhih olması için nedir? Esastır. Allah Teala şirk olduğu təqdirdə səndən əməli qəbul etmez. Çünkü Allah Teala bakın ayette diyor ki leyin eşrekte le yahbatanna ameluk. Hatta Peygamberimiz sallallahu aleyhi ve sellem deyir bunu. Diyor ki sen şirk koşsan emellerin hiç olacak. Yani bu onu gösterir ki kim olursan ol. Kimin neslinden olursan ol. İllerle ibadet eden bir şahs ol. Fark edemez. Eğer şirk koşulacaksa, emelinde şirk olacaksa, emel hiç olmayacak. İster büyük şirk, ister küçük şirk. Ve diğer gayda da oldu ki yevmel kıyame huve yevmel zuhur hakikatil amel. Kıyamet günü emellerin hakikati ortaya çıkacak. Ettiğimiz emellerin hakikati ortaya çıkan bir gündür. Yani o gün bilinecek senin ettiğin emeller hakiki ya hakiki değil. Ve emellerimizin hakiki olması için çalışmalıyız kardeşler. Düşünmeliyiz. Yani emelin sahih olması bizim için maraqlı olmalı. Gece gündüz düşünmeliyiz. Az et ama doğru düzgün et. Ama çok emel edip yani onun faydası yani doğru değilse yani çok emel edip yani doğru olmamağı sebebiyle insan az emel etsin ama doğru emel etsin, düzgün emel etsin. Çünkü kıyamet günü insanın emellerinin hakikati ortaya koyulacak. Terazide hakiki emeller fayda verecek. Hakiki emellerin çekisi olacak, değeri olacak, kıymeti olacak. Ama o toza çevrilen emeller faydası olacak. Ona göre yani bu herkesi düşündürmelidir. Fakat yadınlı insan enne ameluhu nafi'.
Deyir ki, bəzən insan fikirləşir ki, çox əməl edib, faydalı əməllər edib. Sonra ona bəyan olunur ki, sənin əməllərin həqiqi deyil, doğru deyil. Və sonra digər qayda da ayətdən götürən "A'zam xasaratun en yetaba insan fi a'mali yadhunnuha nafi'a." Deyir ki, ən böyük xüsran, uduzmaq, bədbəxtçilik odur ki, sən çox əməl işləyirsən və qiyamət günü sən əli boş qalırsan. Ən böyük bədbəxtçilik budur yəni. İnsan gecə gündüz əməl edir, amma qiyamət günü əməllərin tərəziyə qoyulduğu gün bəyan olunur ki, sənin əməllərin heç sayılır. Və ona görə hər bir müsəlman əməllərin doğru olması üçün düşünməlidir. Hər bir müsəlmanın marağı olmalıdır, hədəfi olmalıdır ki, əməllərim doğrudur. Və ona görə belə deyək, etdiyimiz hər hansı bir əməli etmədən öncə yəni təshih-i niyyə, niyyətimizin doğruluğunun üzərində çalışmalıyıq. Yəni o zaman bizim əməlimiz Allah qatında dəyərli olacaq. Yəni hər hansı bir əməli etmədən öncə nə üçün edirəm? Allah üçünmü, görük üçünmü, desinlər, tərifləsinlər, ona görədirmi, ona diqqət eləmək lazım. Baxın, qiyamət günü cəhənnəmə atılan insanların içərisində alimlər, mücahidlər, Quran oxuyanlar var. Niyə cəhənnəmə atıldılar? Hamısı əməllərin doğru olmaması üçün, Allah üçün edilməməsi üçün. Yəni hər bir kəsə riya xoş gəlir də. Yəni deyək ki, hər bir insan, hər bir şəxs təriflənməyi xoşlayır. Nə gözəl namaz qılır, nə gözəl Quran oxuyur, nə gözəl səsi var. Yəni hər gün məsciddədir. Yəni bu şeylər, qardaşlar, ehtiyat edəsi işlərdir. Yəni buna diqqət etmək lazım. Və qiyamət günü əli boş olanlardan olmayaq. Çünki Allah Teala ayətdə bizlərə xəbərdar edir ki, qiyamət günü insanlar əməlləri ilə gələcək. Ayətdə də deyir, onlar əməlləri ilə gələcəklər. Yalnız əməlləri heç olacaq. Göyə sorulacaq. Toz halına düşəcək. Və bu səbəbdən əməllərimizin doğru olması üçün çaba göstərməyimiz, düşünməyimiz və onun üzərində işləməyimiz mütləqdir. Allah Teala bizi eşidib faydalanlardan eləsin. Allah Teala bizi həqiqi əməl edənlərdən, qiyamət günü tərəzidə ağır gələn, tərəzidə fayda verən əməllər qazanmağı nəsib eləsin.